Muxtar ibn Əbu Übeyd Əs-Səqəfi 3-cü imam Hüseyn ibn Əlinin qatilleриndən qisas alan 18 ay boyunca İraqda hökm sürmüş Əli tərəfdarı bir döyüşçü. Kimiləri onu həqiqi Əli tərəfdarı bir müsəlman, kimiləri isə onu radikal görüşləri olan dindən çıxmış birisi kimi təqdim edir. Bəs kimdir Muxtar Səqəfi? Bu videoda bu suala cavab tapacağıq. Video keçmədən əvvəl bəyənməyi və kanala abunə olmağı unutmayın. Muxtar 622-ci ildə Taifdə Bəni Səqəf qəbiləsindən müsəlman ordularından birinin komandiri olan Əbu Übeyd Səqəfinin oğlu olaraq dünyaya gəldi. İkinci xəlifə Ömərin dövründə atası İraq cəbhəsinə Sasanilərə qarşı döyüşmək üçün göndərildi. Əbu Übeyd 634-də Sasanilərə qarşı körpü döyüşündə öldürüldü. O vaxtlar 13 yaşında olan Muxtar müsəlmanların bölgəni fəth etməsindən sonra İraqda qaldı və əmisi Səd ibn Məsud Səqəfi tərəfindən böyüdüldü. 4-cü xəlifə Əlinin dövründə paytaxt Mədinədən Kufəyə köçürüldü və İraq mərkəz oldu. Burada Muxtar bəzi kiçik vəzifələr əldə etdi və əmisi yaxınlardakı Mədainin valisi oldu. Suriya valisi Muaviyyə Əliyə qarşı üsyan etdiyində müsəlmanlar 657-ci ildə Siffin döyüşündə qarşı-qarşıya gəldilər. Əli ibn Əbu Talib bu döyüşdə qalib gəlmək üzrə ikən ordusu Muaviyyənin həkəmiyyət çağırışlarına cavab olaraq döyüşməyə rədd etdiyində vəziyyət çıxılmaz hal aldı. Əli ibn Əbu Talib istəksizcə görüşmələri qəbul etdi və bundan sonra orduda həkəmiyyəti qəbul etdiyi üçün Əlinin kafir olduğunu deyən Xəvaric adlanan bir qrup daha ortaya çıxdı. Nəticədə hakimlər bu məsələni həll edə bilmədi və Əli daha sonra yanvar 661-də Xəvaric ibn Mülcəm tərəfindən sui-qəsdlə öldürüldü. Bundan sonra Əlinin ən böyük oğlu Həsən xəlifə oldu. Ancaq Muaviyyə onun da xəlifəliyinə meydan oxudu və İraqı işğal etməyə başladı. Həsən ibn Əli birliklərini səfərbər edərkən Mədain yaxınlığında bir xəvaric tərəfindən sui-qəsdə məruz qaldı. Yaralanan Həsən Mədainə Muxtarın əmisinin evinə gətirildi. Avqust 661-də Həsən özündən sonra vəliəhd təyin etməməsi şərti ilə bir sülh müqaviləsi imzalayıb xəlifəliyi Muaviyyəyə təhvil verdi. Muaviyyə isə ölümündən əvvəl Yezidi vəliəhd olaraq təyin edib Əməvi xanədanını qurdu. Müqavilənin pozulması Əli tərəfdarlarının qəzəbinə səbəb oldu. 680-da Yezidin hakimiyyətə gəlməsindən sonra Kufəlilər Hüseyn ibn Əlini Yezidə qarşı bir üsyana liderlik etməsi üçün çağırdılar. Hüseyn əmsi oğlu Müslüm ibn Əqili Kufəyə göndərib vəziyyəti öyrənməsini istədi. Muxtar Müslümü öz evində qonaq etdi. O sırada Muxtarın qaynatası olan Numan ibn Bəşir Kufə valisi idi. Onun Müslüm və tərəfdarlarına qarşı yumşaq tutumuna görə Yezid Numanı vəzifədən alıb yerinə Ubeydullah ibn Ziyadı təyin etdi. İbn Ziyadın təzyiqləri nəticəsində Müslümün tərəfdarları azaldı və üsyanı Hüseyn Kufəyə gəlmədən etmək məcburiyyətinə qaldı. Muxtar o anda şəhərdə deyildi. Üsyan xəbərini eşitdikdə Kufə ətrafından tərəfdar toplamağa çalışdı. Ancaq Müslümün üsyanı bastırıldı və Muxtar şəhərə qayıtmadan edam edildi. Muxtar isə həbs edilib İbn Ziyadın hüzuruna gətirildi. Ancaq o üsyana qarşılığını rədd etdi. O həbsdə ikən Hüseyn ibn Əli 10 oktyabr 680-da Kərbala döyüşündə İbn Ziyadın ordusu tərəfindən məğlub edilib öldürüldü. Kərbala hadisəsi haqqında videomuzu yuxarıdakı linkdən izləyə bilərsiniz. Bundan sonra Muxtar yeznəsi və ikinci xəlifə Ömərin nüfuzlu oğlu Abdullah ibn Ömərin müdaxiləsi ilə azad edilib Kufədən sürgün edildi. Bu sırada Məhəmməd Peyğəmbərin yaxın səhabəsi Zübeyrin oğlu Abdullah Məkkədə özünə beyyət toplamağa başlamışdı və Hicaz onun nəzarətində idi. Kufədən ayrılan Muxtar Məkkəyə gəldi və Zübeyrə beyyət etdi. Bir şərtlə ki, vacib məsələlərdə onunla məsləhətləşib yüksək vəzifə verilsin. Ancaq İbn Zübeyr bunu rədd etdi. Muxtar daha sonra Taifə getdi və bir il sonra məsləhətçilərinin onun razı salması ilə İbn Zübeyr Muxtarın beyyət şərtlərini qəbul etdi. Yezid 683-də Məkkəni geri almaq üçün bir ordu göndərdiyində Muxtar şəhərin müdafiəsinə qatıldı. Eyni ilin noyabrında Yezidin ölməsindən sonra Əməvi ordusu geri çəkildi və İbn Zübeyr açıqca xəlifəliyini elan etdi. Kufədən gələn xəbərlər isə həmişəki kimi qarışıq idi. Yezidin ölümündən sonra şəhər İbn Zübeyrin nəzarətinə keçsə də bir çox Kufəli özlərindən birinin liderləri olmasını istəyirdi. Kufədən gələn bir çox insan ona axtardıqları adamın elə məhz Muxtar olduğunu deyirdilər. Muxtar Hüseynin intiqamını almaq üçün Hüseynin oğlu Əli Zeynalabidindən fətva almaq istədi. Amma Zeynalabidin bu haqda fətva vermədi. Daha sonra Muxtar Əli ibn Əbu Talibin digər yoldaşından olan oğlu Məhəmməd Hənəfidən icazə istədi.
Məhəmməd Hənəfi bu qiyamı nə dəstəklədi, nə də qarşı çıxdı. Amma qardaşı Hüseynin qisasının alınmasından razı qalacağını bildirdi. Bu söz Muxtar Səqəfi üçün kifayət idi. Nəzərə almaq lazımdır ki, Muxtar da həm Hənəfinin, həm Zeynalabidinin nəzarət altında olduğunu və açıq-aşkar fətva verə bilməyəcəklərini başa düşürdü. Muxtar Yezidin ölümündən 5 ay sonra sözünü tutmadığını düşündüyü İbn Zübeyrə xəbər vermədən gizlincə Kufəyə getdi.